Suriye haraya gelir ve acaba İran Suriye'de baş veren olaylardan tesir alır mı? Suriye'nin ittifakı Suriye çok önemli bir meseledir. Hara varacaktır diye ister istemez İran oradan tesir alacaktır. İran'ın bildiğiniz kimi İran geçen 40 yılda da İran rejimi ister istemez en büyük o paygahın, yani siyasi, hərbi, askeri, iqtisadi paygahın Ərəb dövlətləri içində oranın vasitəsilə Hizbullah'a təqviyə edilmək, oranın vasitəsilə Suriye'nin vasitəsilə Yemeni təqviyə etmək və bölgədə, Ərəb bölgələrində şiələri tapıb və onlara niyabəti güc düzəltmədə ən böyük rol vardı. Yəni Suriye'nin bu durumu, yəni bir değişik durumu, İran rejiminin el qolunu bölgədə qırmasının çox böyük rolu var və o cəhətdən bizə sevindirici haldır ki, İranın əli Suriye'dən kəsildi. Bu hərəkətinə və Suriye'nin rejimi dəyişməsiyle və İranın niyabəti güclərinə himayət və köməklik imkanı İran tərəfindən çox-çox qısıtlandı və bu cəhətdən, əlbəttə bu yalnız bu deyil, ondan sonra İsrail və Amerikanın Hizbullah qarşısında, Hamas qarşısında və Yemenin son günlərdə gözlədim. Yəni bir həftə dalbadal Amerika Yemendə Husilərin mərkəzində adını vurdu. İndi yəni anlaşmalar ki, hətta söhbət olub anlaşmalar, bu namə ki, məktubu ki Trump yazıbdı İrana, Həşdi şəbini yəni həll etməsi, yəni fəsx etməsi, aradan getməsini Əraqda istəyiblər. Yəni İranın niyabəti güclərindən ayaqda duran yalnız bugün Həşdi şəbi Əraqdadır ki, ona da yəni o yazılan məktubda güya işarə olub ki, o orada fəsx olub aradan getməlidir. Yəni Əraqın içində bir sərətani kütlənin qalmaması tələb olubdu Amerikan tərəfindən. İstər-istəməz o mühümdür. Yəni Suriye'də də gəlişən məsələ bizim üçün mühümdür. İndi Suriye'nin içində olan bir başqa tərəfdən təsirat budur ki, Suriye hansı sistemə sahib olacaqdır? Suriye'də acaba bir federal sistem qurulacaqmı, qurulmayacaqmı? Biz Azərbaycan, yəni Güney Azərbaycan pəncərəsindən baxdığımızda, öz mənfəətlərimizə baxdığımızda Suriye'də bir federal sistem qurulursa, bizim yəni istər-istəməz etkisi bizim üçün İranda yaxşı olur. Yəni o mənada müsbət olur ki, bölgədə bir federal dövlət də quruldu. Orada bu küt məsələsinə gəldiyimizdə, burada bir işarə edeyim, çox önəmli məsələdir. Bu, yəni Türkiye'də də mətrədir, Türkiye'nin tanınmış siyasətlərindən də bu fakta işarə olurlar. Kürtlər, yəni bu terrorizm ki var, bu Kürt terrorizmi və Türkiye'nin içində və bölgədə. Mesela eğerse indi o zaman bakın dikkat edeyim, mesela Əraqın Kürtləri, hemen bu adamlar, Barzani falan da bunlar da mesela hani askeri daha nizami faaliyet içindeydiler veya terör meselesi, mesela PKK'nın terör meselesi. Eğerse bunlar bu bölgede bir tane balaca məhəlli devlete çevrilirse, indi necə ki Əraqda çevrildi ve öz ihtiyacatını hatta beraber deyə bilmir. Hatta Türkiye bir üçə olan o işləyənlərin dövləti, yəni bölgesel devletin İqlim Kürdistan, Əraqın hüquqları da, aylıqları Türkiye'dən getdi. Yəni dövləti qurur bir balaca yerel devletdir. O Türkiye o balaca devletin, yəni o balaca devletlər Türkiye'nin rəqabətə girər, nə Türkiye'nin təzadda girər, nə Türkiye'nin savaşa girər. Çünki bilir ki o karşılaşmada böyük bir yenilmə olar içində. Amma həmin o dövlət qurulmasaydı və mesela da indi PKK terör formunda 2-3 nəfər bura silah atıb, bir bomb götürüb ora, bir bomb götürüb bura, sənin xəstəxananda, sənin xiyabanında, sənin düşəndə, harda, yəni bəlli deyil harda, o sənin otobusunda bir bomb patlamaq, o böyük bir cinayətlər, böyük bir içkilərə səbəb oldu. Ona görə bunların bu yerel devlete çevrilməsi, bunların özü ilə özlərini məşğul etməsi və müəyyən bir mərkəzdə yerləşməsidir ki, təbiətən bunlar heç zaman Türkiye devletinin qarşısında bir şey, yəni hesab olmaz. Nə siyasi bir güc, nə bir əskeri bir güc hesab olmaz da ki, Türkiye bir təhdid hesab olsunlar. Yəni yerel devletlərin qurulması eyni halda ki, xalqlara bir cavab verir ehtiyaclarına, eyni halda mesela Kürt hərəkatının bu PKK məsələsinin Türkiye qarşı təhdidini aradan aparır. Yəni bir balaca bölgədir. Mesela necə ki da indi burada 2 milyon Türk var Suriye'də, Əraqda 6 milyon Türk vardı.
6 milyonluq Kürt bölgəsinin dövləti əgər indi Türkiyə möhtacdır və Türkiyənin ən yaxın iqtisadi, ictimai tərəfi Türkiyədir, yəni möhtacı Türkiyə, 2 milyonluq bir mesela bir bölgesel bir devlet, yerel devlet Türkiye təhdid hesab olabilirmi? Ona göre o cəhətdən, bizim cəhətimizdən mən belə görürəm ki, federalizmin qurulması eyni halda ki, xalqlar bir cavab alırlar ehtiyaclarına, eyni halda o terror təhdidi Türkiye'nin başından götürülənir. Yəni, sən bilirsən ki, orada adlar devletləri var, işləyirlər. Və o da sənə təhdid ola bilməz. Necə ki, mesela Əraqda iqlimi Kürdistan təhdid olunur və o son təsiri müsbəti budur ki, İran bu federal devletin bir federal devletin bölgede Orta Doğu'da kurulması İran'da federal devletin kurulmasına bir zihniyet yaraldır. Orada bir federalizmi zihnlerde normalize federal devlette kurulabilir bölgede diye o da müsbət bir şeydir. Bəli, mən Yunus müəllim təşəkkür bildirirəm. Detaylı suallarınıza cavab verirsiniz. Bir son sualım belə sizdən soruşum. Türkiyə Suriyedə federal dövlətin qurulmasından müxalifdir, razı deyil. Sizcə hansı siyasi dövlət Suriyedə qurula bilər? Ya bərpa ola bilər? Valla düzdür da, bu Suriye dediğim gibi Türkiye'de üniter devletin çok uzun sabıqası, 80-100 ildə sabıqası üçün və Türkiye'de köklənməsi üçün Türkiye'nin tezi ya doktrini, siyasi doktrini, nizam-ı siyasi doktrini o üniter bir devlettir. Suriye'de öyle bir devlet. Suriye'de değil, yani İran'da da bunu istemez, başka bir yerde istemez. Ve çok büyük bir ihtimala göre hatta Türkiye'nin İran'da Türkleri görməməsi o üniter devletin yapısının değişməməsi üçündür. Yani elə bir tələb İran'da üniter devlet değişməsin diye Türkiye devleti İran'da yani 40% Türk cəmiyyətini gözdən atmış bir durumdadır diye de demək olar. Ondan sonra necə bir yapı olacaq, bu ilginç bir sualdır və hətta bir cevapsız bir sualdır da demək olar. Çünkü siyasi dəngeler, Suriye'nin içinde siyasi dəngeler biraz özel dəngelerdir. Yani bir taraftan indi Amerika orada aktivce vardır ve İsrail aktivce vardır. Bir taraftan da Türkiye vardır. Bir taraftan da iç güçler. Yani Türkiye ordu yürütmesi, yani Amerika ile anlaşma içinde olmasa qeyri-mümkündür. Yani o eləyə orada necə ki istiriləsin. O təbiyyətən yani Türkiye'nin de əməliyyatı biraz kısıtlı formada olabilir. Bir taraftan da İsrail orada yani gəlibdi, vurubdu, sındırıbdı. Yani baxacağıq görək ki Amerikanın təmayülü nədir? İster istemez indi bu gedişat bu neçə ayın içində göstərir ki, Druzilər də öz bölgələrinə, yəni mərkəzi dövlətin orada gəlib qərar vermə şeyini qəbul etmirlər. Hətta mərkəzi dövlət Druzi bölgəsinə bir fərmandar da, bir vali seçdi, amma o valini qəbul etmədilər. Dedilər ki, biz adamları tanıtdıracaq sizə, təklif edəcəksiniz, o təklif olanların içindən birini bizə vali seçməlisiniz. Özünüz başqa yerdən vali göndərməməlisiniz. İndi sonra da Suriye, yani İsrail'in yaxınlaşması, bir türlü yani qeyri-müstəqil Druzilərdən himayət edilməsi əməldə yani mərkəzi dövlətin əyalım Druzi bölgəsində zəiflədir. Yani orada onlar da yerel bir devletin yanında, federal sistemde yerel bir devlet özlərinin idarə etmə bir sistemini öz bölgələrini istəyirlər. Ondan sonra indi Ələvilərin içində də qargaşa çıxdı və ölüm və indiki son zamanda 1340 nəfər bu şeydə savaşda adam öldü. Deyirlər mesela İran rejimi onun arkasındadır filan. Mən biraz ona kuşkuluyam ki İranın elə bir mümkünü var filan. Mümkün de ola da aslında, ama hər halda Ələvi bölümdə yani dini cəhətdən fərqlilik, yəni öz bölgələrini özləri idarə etmə, yani biraz da şey altındadılar, bu Sələfi dini cəryanların sıxıntısı altındadılar, onları kafir kimi görürlər. Yani mən həqiqətən filmlər görəndə insan yani halı xarab olur. Uşaqları yani ki ailənin içində hamısını öldürüblər, çox da uşaqdılar. Yani uşaqlar görsəlir ki, yani hamısı 7, 8, 10 yaşlarda uşaqları öldürüb. Orada təbiyyətən indi bu gedişat ki gedir, Ələvilər biraz əmanda qalsınlar deyə mümkündür ki, Amerikan tərəfindən onlar öz bölgəsini idarə etsin, belə bir tələb də meydana gəlsin ki, onların əmniyyəti təmin olsun. Bir tərəfdən də kütlər vardılar ki, həqiqətən də gücləri var da. Dedim, bəzi
bəzilərinə görə 60.000 adam var, bəzi 100.000 adam var. O təbiətən ola bir 100.000 adam nə edəcəklər? 100.000 adam orada durur və o gücdən şeyin Suriyenin içində siyasi dəngənin qurulmasına yəni istifadə edəcəkdir. Əlbəttə o yalnız o güc deyil də, onun yanında bir Türkiye gücü var ki, onun müxalifidir. Amerika gücü var ki, orada biraz dəngənin qurulsun, içəridə savaş çıxmasın deyə. Bunun gedişat təyin edəcək ki, bu dəngə necə qurulacaq? Ələlxüsus bu dəngənin əsas məhvəri mərkəzi dövlətdən kütlərin gücləridir ki, indi gedişatda o anlaşma hara varacaq, mərkəzi dövlət hardan güc alacaq, hardan himayət alacaq, hansı dövlətlər onu da asıl olacaq, Amerika ona nə bir vakuliş göstərəcək, ya bir özen göstərəcək, İsrail gələcək sistem necə qurulsun deyə ehtimal vardır ki, məsələn, federalizmə özen göstərsin İsrail və Amerika müvafiq olsun o cəhətdən ki, bir federal dövlət, yəni bir qəvi mərkəzi dövlətin qurulmasının qarşısını alır da, yəni mərkəzi dövlət bir federal dövlətdə bir türlü zəif, yəni bir unitər dövlətdən zəif əməl edir. Mümkündür o cür bir təmayül var, amma indidən bilmirik, ən azı bir xodmuxtarlıq da, yəni özəklik bu bölgələrə ehtimal çoxdur ki, versinlər. Yəni federalizmdə olmasa bir zəif halda özəklik bu xalqlara versinlər və bir sistem görsənir ki, belə bir durum olacaqdır. Məsələn, Kürdlərin bölgəsinin çoxları isə ərəb şəhərləri, kətləri ya kətləri olan əlindədir. Təbiətən mərkəzi dövlət qoymayacaq ki, ərəb bölgələri Kürdlərin kontrolunun altına çıxsın. O bölgələr ki, qeyri-Kürdlər olan kontrolun altına çıxacaqlar və onda o Kürd öz bölgələrində bir özəklik qurmalarına imkan fikr eləyirəm yarana, amma bu özəkliklə federalizm arasında bu pandol gəzir. Bu dəngə nə zaman qurulub, harada qurulacaq, onu gələcək aylar və ya gələcək illərdə əlbəttə görəcək. Görəcək. Bəli, dəyərli Sayın Yunus Şamil, Demokrat Partiyasının müşavirlərindən təşəkkürümüzü bildiririk. Gözəl və faydalı bir danışıq oldu. Yaxın günlərdə inşallah sizlə bu Urma haqqında da bir danışığımız olacaq. Kəsin sizdən rica edəcəyik, bu danışığı da qəbul edəsiniz. Əgər son sözünüz olsa ya hər nə eşidək ta proqramımızı sonunda. Yox, bir sözüm yoxdur. Əlbəttə ki, gələn günlərdə nə zaman onu danışarıq. Urmiya məsələsi çox böyük bir hadisə idi. Çox böyük bir hadisədir məncə. Yəni o 85-ci hadisə ilə qiyas olan bir dalğa idi. Bu siyasi dalğalar bizim hərəkatımızın yayılmasında toplumun içində çox böyük bir rolu var. Gələcək danışığımızda buna işarə edəcəyim. Yəni bunun teorisuna, yəni bu siyasi dalğalar və bu hərəkətlər necə eləyə bilir yayılsın cəmaətin içində ən böyük formda. Ona həm elə o şey ki, Urmiyədə hadisə oldu, böyük bir hadisə, çox böyük bir hadisə. Elə fəqət bir cümlə desəm, Urmiyədə siyasi dəngəni qurdu. Ən son seçimlərdən sonra, yəni orada 2 Kürd nümayəndəsi seçilir, sonra bu nəmayişlər, məsələn, Urmiyədə Sənəndəzdə, yəni mərkəzi Kürdistanda izin verilmə yerinə, orada hamısı da Kürdlər yiyirsinlər və Urmiyədən hər yerdən geçsin oraya yiyirsinlər. Onun yerinə Urmiyədə, yəni, məsələn, Çərşənbə bayramına izin vermə bir şeytənət, itilaatı şeytənət dalsında var. Onun əlbəttə başqa şeylər var ki, ola danışarıq gələcəkdə. Hər halda bu, o dəngə Kürd siyasi güc və Türk siyasi güc arasında dəngə bozulmuş bir halda idi. Yəni son seçimlərdəki Kürdlər və bu nəmayişi Çərşənbədən sonra. Amma indi deyə bilərəm ki, dəngə yerindədir. Onu gələcək danışda biraz geniş danışacağıq. Təşəkkür edirəm və elə mən də bu vasitədə sizin izləyicilərə bayramı təbrik edirəm. Mən təşəkkür bildirirəm sizdən və dəyərli sevgili soydaşlar ki, oturub bu danışığı dinlədilər və ya sonra dinləyəcəklər. Sağ olun, yaşayın. Allah tapşırın. Çox təşəkkür.